Trump'ın ən zəif yeri noyabrın 3-də olan seçkidir. Konqresdə olan seçkidir. Bu seçkini uduzsa və bugün seçki olsa uduza bilər. İndi noyabra qədər bir neçə ay hələ var. İndi bilmirik necə olacaq. Amma ki, dəqiq deyə bilərəm ki, neftin qiyməti 80-85 olacaq. Bu, indiki səviyyədə İranla məsəl üçün lap barışdılar, lap nəsə bir qərar qəbul elədilər. 80-85-dən aşağı getməyəcək. Ona görə bu benzinin qiyməti də biraz yuxarıda olacaq. O isə söz verib ki, 3 dollardan aşağıda olacaq. Bu belə deyil. İndi mən yaşadım Vaşinqtonda 4 dollardan da çoxdur. 1 dollar bütün ölkə ərazisində bu qalxıb. Deməli, bu cəmaatın xoşuna gəlmir. Bu ilk növbədə birinci bunun problemidir. Trump'ın problemi daxili siyasətdədir. Trump'ın problemi xarici siyasətlə bağlı deyil. Qrenlandiya, Avropa, NATO onun vecinə də deyil. O dəyərlər söhbəti, dəyərlər davası aparılır. Və ona görə Trump'ın əsas xaricdə rəqibi Çindir. Çin də güclənib Trump bir il ərzində. Çin keçən görüşdə də güclü. Kartla gəldi o görüşə. İndi Trump o görüşü niyə görə təxirə saldı? Çünki İranda istədiyi kimi alınmadı. Venezuela variantı keçmədi. Venezuela variantı keçsəydi, güclü kartla gəlib Xi Jinpinglə görüşə bilərdi. Çünki Trump həqiqətən oradan heç nə götürmür. Amerika oradan heç nə götürmür. Orada Avropa götürür, Çin götürür, Hindistan görür. Əsas onlardır. Və o istədi ki, gəlsin desin, mən burada, söz sahibi mən buradayım. İndi hələ ki, söz sahibliyi eləyə bilmir. Hə, Trump bu günləri o Hörmüz köfsəsini bağlayandan sonra əlbəttə ki, güclü bir hərəkətdir. Bunu elə etməyin. Amma zaman məsələsi var. Trump'ın problemi zaman problemidir. Çünki 3 noyabr başın üstündədir. İran isə zaman gözləyə bilər. Hə, düzdür. Trump'da o zaman çox olsaydı, gözləyəcək 2-3 aydan sonra İran cəmaatı dura bilər ayağa. Ona görə burada biz baxanda məsəl üçün müqayisə eləyək. Amerika udmadı. İsrail udmadı, İran da udmadı. Heç biri udmadı. Hamı deyir udub. Amerika nə uddu? Mən bayaqları sizə xıdaradım. İsrail nə uddu? Benjamin Netanyahu'nun da payızda seçkiləri olacaq. Və Benjamin Netanyahu Hezbollah məsələsini həll elədi? Yox. Hamas məsələsini həll elədi? Yox. İran Sepah məsələsini həll elədi? Molla rejimi qaldı. İran parçalandı? Yox. Deməli, bu gec-tez, bu münaqişə yenə partlayacaq. Yəni ki, sən nə qazandın? İran nə qazandı? Sepah ayaqda qaldı. Hə, deyəcək ki, heç kim Amerikanı uda bilməz də, biz o dirəkli belə ölkə uda bilmər. Hə, belə deyək, yəni bunu da deyirlər, basıb bağlayırlar ki, biz udmuşuq, ayaqda qalmışıq. Amma İranın durumu nə vəziyyətdədir? 2 aydan sonra, bəs keçən yay olandan sonra cəmaat durdu ayağa, minlərlə adam qırıblar onlar. İndi yenə də bu təkrar olacaq. Bu hansı yolla gedəcək? Bayaqlar mən ona görə sizə müqayisədə dedim ki, İran bir dövlət kimi qala bilər, parçalana da bilər, heç kim bunu deyə bilməz. Hətta Allah bu günləri bunlar nəsə danışıq masasında gedib nəsə tapa bilərlər. Amma Trump götürüb nə deyəcək? Ormuz açmışıq. Hə, açdınız və onsuz da açıq idi. Müharibədən öncə bu açıq idi. Sən de görün mənə bu nüvə silahı problemi həll elədin? Yox. Raket proqramı həll elədin? Yox. Raketlər qalıb onlarda. Ən əsası da Sepah ayaqdadır, mollalar ayaqdadır, qaldı. Sən deməli rejimi də devirmədin. Sən deyirsən rejimi də dəyişmişim. Necə dəyişdirdin? Necə Əfqanistanda 20 il bundan öncə Taliban var idi, Taliban getdi, Taliban gəldi. 20 il keçdi, 3 trilyon pul qoydular. Burada da sən qazanmadın. Burada uduzan hamıdır. Uduzan hamıdır. Və sadəcə bunun nəticəsi necə olacaq? Necə Rusiyanın Ukrayna. Rusiyanın Ukrayna onlar da ikisi də uduzub belə baxanda. İkisi də pis vəziyyətdədirlər. Amma ki bu müharibə qurtarmayıb, burada da müharibə qurtarmayıb. Sadəcə bunu kimsə gəlib güc göstərməlidir ki, gəlin bunu bir bağlatdıraq, müvəqqəti olaraq. Amma bu müharibə yenə olacaq. Dondurmaq. Bu donduraq da, yəni ki, amma bu müharibə yenə Qəzzada da olmalıdır, Livanda da olmalıdır. Bu İranın ətrafında da bu yenə də olacaq. Çünki bu müharibə olmamaq üçün gərək uduzan tərəf olsun. Necə Azərbaycanla Ermənistan, 2-ci Qarabağ. 1-ci Qarabağ savaşda uduzan olmadı. Dondurma oldu. Yəni ki, dondurma məsələsi oldu. Ona görə bu 2-ci Qarabağ savaşı baş verdi. İndi isə biz gedirik sulh müqaviləsi. Nəyə görə? Çünki Ermənistan uduzdu. 1-ci Dünya müharibəsi qurtaran Almaniya uduzdu. 2-ci Dünya müharibəsi Almaniya uduzdu. İndi uduzan tərəf yoxdur. Nə yuxarıda yoxdur, nə aşağıda yoxdur. Ona görə bu uduzanı heç kim də istəmir ki, uduzan olsun.